Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran tayyiben mübarakan fihi. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Səhih Müslimdə keçən Abbas İbn Abdülmuttalibin hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Zəqa ta'məl iman. İmanın şirinliyini dadar. Mən radiyə billahi rabban və bil İslami dinən və bi Muhammedin rasulən. Kim Allah'tan Rəbb olaraq razı qalarsa, İslamdan din olaraq razı qalarsa və Peyğəmbərdən, Rəsuldan Nəbi olaraq, Peyğəmbər olaraq razı qalarsa, Muhammeddən Peyğəmbər olaraq razı qalarsa, neyniyər? İmanın şirinliyini dadar. Digər hədisdə, Səhih Müslimdə keçən Səad ibn Əbi Vaqqasın hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən qalə hinə yəsmə'un nidə. Hər kim nidanı eşitdiyi zaman belə deyərsə, nidanı eşitdiyi zaman nə qəsd olunur? Azan. Nida yəni azan. Müəzzin azan verərsə, eşitdiyi zaman belə deyərsə, Və ənə əşhədu ən la ilahə illallah, vəhdəhu la şərikə ləh, və əşhədu ənə Muhammədən abduhu və rasuluhu. Raditu billahi rabban və bil İslami dinən və bi Muhammedin rasulən.Ğufirat. Kimsə nəsə dedi? Rasulən. Burada rasuləndir.Ğufirat ləhu zunubuhu. Onun günahları bağışlanar. Fikir verdiniz, həmin söz. Kim Allah'tan Rəbb olaraq razı qalarsa, din olaraq İslamdan, Peyğəmbər olaraq Muhammed sallallahu aleyhi və səlləmlə razı qalarsa. Lakin bu söz azanın hansı yerində deyilir, əziz qardaşlar? İki görüş var. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, müəzzin nidanı eşitdiyi zaman belə deyərsə. Burada alimlərin iki görüşü var. Bir qrup alimlər deyirlər ki, azandan sonra deyilir. Bir qrup alimlər deyirlər ki, müəzzin şəhadəti deyib qutarandan sonra sən deyirsən ki, və ənə əşhədu ən la ilahə illallah. Mən də şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı çatan yoxdur, şəriki yoxdur, Muhammed onun rəsuludur, qulu və rəsuludur. Yenə Səhih Müslimdə keçən Əbu Səid Əl-Xudrinin hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Ya Əbə Səid, ey Əbu Səid, mən radiyə billahi rabban və bil İslami dinən və bi Muhammedin nəbiyyən vəcəbət ləhu əl-cənnə. Ey Əbu Səid, kim Allah'tan razı qalarsa, Rəbb olaraq, İslamdan din olaraq, Peyğəmbər Muhammeddən nəbi olaraq, Peyğəmbər olaraq razı qalarsa, cənnət ona vacib olar. Digər hədisdə İmam Əhmədin Musnədində keçir, Tirmizinin Sunanində keçir, Səubən radiyallahu anhunun hədisi. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Mə min abdin muslimin yəqulu İzə əmsə və izə asbəhə sələsən. Elə bir müsəlman yoxdur ki, səhər və axşam 3 dəfə Raditu billahi rabban və bil İslami dinən və bi Muhammedin nəbiyyən desin, İllə kənə haqqan aləllahi ən yurdiyəhu yevmən qiyamə. Qiyamət günü Allah ondan razı qalmasın. Allaha haqq olar. Qiyamət günü o qulundan razı qalar.
Lakin bu hədis barəsində alimlərin görüşləri bir deyil, müxtəlifdir. Bəzi alimlər deyiblər zəifdir, bəzi alimlər deyiblər həsən dərəcəsinə qalxır. Hədislərdən nə başa düşdünüz, əziz qardaşlar? Mövzu nədir? Mövzu məlumdur. Kim Allahdan Rəbb olaraq razı qalarsa, İslamdan din olaraq, Muhammeddən Peyğəmbər olaraq Muhammeddən razı qalarsa, aleyhissalatu vesselam, onu mükafat gözləyir. Mövzu budur. Hədisdə, birinci hədisdə diqqət etdinizsə, Peyğəmbər sallallahu aleyhi və səlləm bir zəqa tə'məl iman. İmanın təamını, şirinliyini dadar. Deməli, imanın şirinliyi var. Yoxsa yoxdur? Var imanın şirinliyi. Dəlil nədir, qardaş? Yoxdur. Dəlil yoxdur. Var? Subhanallah. İmanın şirinliyi var yoxsa yox? Dəlil nədir? Elə bu hədis. Şirinliyini dadar deyirsə deməli, nadir, dadar deyirsə deməli, bunun şirinliyi var ki, dadılır. Bu hədis. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm özündən demir, yalan demir, əuzubillah. Deməli, imanın şirinliyini var ki, deyir. Bu şirinlik mənəvi şirinlikdir. Əzəmətli şirinlikdir, ləzzətdir, daddır. Həmçinin başqa hədislər də dəlalət edir. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm bir وَلَا تَجِدُ اِمْرَأَةٌ حَلَاوَةَ الْإِيمَانِ حَتَّى تُؤَدِّيَ حَقَّ زَوْجِهَا. Qadın imanın şirinliyini dada bilməz, ərinin haqqını ödəməyincə. Deməli, şirinlik qadınlar üçün xüsusi bir, qadınlar üçün xüsusi şirinlik yeri var. Ərin haqqını vermək. Deməli, var bu şirinlik. Yaxud, məsələn, digər hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, Sələthun, mən kunnə fihi vəcədə bihinnə həlavətəl iman. 3 şey var ki, kimdə olarsa imanın həlavətini, şirinliyini dadar. Deməli, var bu. 3 şey kimdə olarsa. Burada da deyir ki, imanın şirinliyini dadar. Kim Allahdan Rəbb olaraq razı qalarsa, şirinliyi var, əziz qardaşlar. Vallahi mövcuddur. Mən demirəm, biz aramızda olan müsəlmanlar, burada oturan, dadıb yoxsa yox, amma qabaqki müsəlmanlar dadıblar. İmam İbn Qeym Rahiməhullah Mədəricü Səlikin kitabında o salihlərin, o şirinliyi dadanların bir neçəsinin sözünü deyir orada. Salihlərdən biri deyir ki, İnnəhu ləyəmurru bi, lətəmurru bi əvqatun, əqulu fiyhə. Hərdən məndə elə bir vaxt olur ki, özümə deyirəm. Fikir verin, hərdən elə bir vaxt olur, an, həyatda. Dayanıb özümə deyirəm. İn kənə əhlul cənnəti fi misli həzə innəhum ləfi əyşin tayyib. Əgər cənnət əhli də bu yaşayış içindədirsə, ora necə də gözəl yerdir. Nə başa düşdünüz? Heç nə? Qardaş, elə bir vaxt olur, elə bir şirinlik, elə bir ləzzət alır ki, deyir, özümə deyirəm, cənnətdə də budursa, nə gözəl yerdir ora, razıdır. Əgər cənnət də belədirsə, indi bu mən yaşayıram, keçirdiyim vaxt, o nə gözəl yerdir, amma cənnət belə deyil yəni. Qat-qat artıqdır. Əl-mühim, yaşayır ki, deyir adam bu sözü. Yaxud, məsələn, başqası deyir ki, İnnəhu ləyəmurru bil qalbi əvqatun yarqusu. Qəlbimdə hərdən elə vaxtlar olur ki, yarqusu fihə darabən. Qəlbim sevindiyindən rəqs edir.
yarqusu, rəqs edir, əylənir. Deməli, belə bir hal onlar yaşayırlar, qəlbin keçirdiyi hal. Düzdür? Qəlbim rəqs edir, deyir. Əylənir, yəni, əyləncə içindədir. Sevincdən rəqs edir qəlbim. Bu, olur, qardaşlar. İmanın şirinliyi gələndə olur. Ola bilir. Zahirən görsənmir. İnsanın güzaranı yaxşı deyil. Məsələn, evi köhnədir, üstü əyin-baş deyirlər, paltar, köhnə paltardadır. Elə də imkanı yoxdur. Ayaqla gedib gəlir, kasıb yaşayır. Amma qəlb fərəhdən, sevincdən rəqs edir sanki. İmanın şirinliyi dadır. Yəni, o mənəvi daddır. Yaşayır insan, ləzzət alır. Yəni, bunu kimlər yaşayıb, keçirdib, dadıb, onlar etiraf eləyir ki, Rəşad qardaş var və bu dünyada olan ləzzətlər onun yanında heç bir şeydir. Yəni, bütün dünyada olan nə qədər şirinlik, dünyada olan bəzi dünyada olan ləzzətli şeylər var, yoxsa yox? Var bu dünyada, bu dünyaya aid olan şeylər. Onun hamısını bir-bir datsan, o ləzzəti alsan, birdən sonra bu imanın ləzzətini dada bilsən, deyəcəksən ki, heç bir şeydir o. Bunun yanında, qarşısında heç bir şeydir. Müqabilində o dayana bilmir, qardaşım. İnsanlar var, bunu etiraf ediblər. Var, etiraf ediblər, vallahi. Bir neçə dəfə olub, gəlib deyiblər, etiraf ediblər. Rəşad qardaş, dünyadan hər şey var, hər şeyin ləzzətini dadmışıq, filan, bu kimi şeylər var, dövlət, hər bir şey. Amma qəlb bərbad, qəlb sıxılır. O şirinlik yoxdur, dad yoxdur. Deməli, o şirinlik hər adamda olmur. Yaxşı, əziz qardaşlar, o şirinlik ki var, deyirik, ləzzət, imanın təamı, dadı. O nəyə xidmət edir? Nə kimi fayda verir? Kimin ağlına nə gəlir? O bir. Əhsən, ən azından bunu deyir. O qəşəng sözdür. Hə? İtirməkdən qorxur yox, bax, var. Var deyə neynir ki o? Başa sala bildim, itirməkdən qorxur yox. Varlığı ilə neynir səndə? Dünyanı alsaq görür. Hə. Hə. Əhsəntum. Alimlər deyirlər ki, həmin bu şirinlik yoxdur imanın dadandan sonra. O deyil, sənə itaəti yüngülləşdirir, sevdirir. Sən sevə-sevə itaət edirsən Allaha. O imanın ləzzəti səndə varsa, Allaha aparan əməllər yoxdur. Haramları, əmrləri yerinə yetirib, qadağanlarda çəkinmək bu ibadətdir axı. Sevə-sevə edirsən, deyir. Vallahi düz deyir. Xidmət edir buna. Çünki bəzən insanlar var ki, bəzi əmrləri yerinə yetirib, qadağan olunan şeylərdən çəkinmək onlara ağırlıq verir, əziyyət verir. Yaxud edir, sevə-sevə etmir, sanki başından eləyir. Yorul. İmanın şirinliyini dadan insan ən birinci verdiyi fayda itaəti sevərək eləyir. Zöhrü qılıb, sünnə gözləyir. Dəstəmazı pozulub, dəstəmaz alır, sevinir, şirinlikdir. Sevə-sevə alır, ibadətdir axı, itaət də Allaha yaxınlaşdırır. Zikri qutarıb, səhər zikrini, axşamı gözləyir. Sevir axı, sevir. İmanın o şirinliyi var deyə sevir. Subhanallah, siz mənə deyin, insan bu dünyadan nəyisə sevəndə, gözünün nuru olanda, sevinci olanda, gözləyir onu həsrətlə. Vallahi. Və gəlib çatanda
həvəslə, sevə-sevə qarşılayır onu. Dünyada bu cürdür şeylər. Çünki sevir. İman şirinliyini dadan adam itaəti sevərək edir. Bu bir. İkinci, bütün məşəqqətlər ona yüngül gəlir. O ağırlıq yoxdur, daşıya bilir, girib altına. Çətinlik yaratmır. Məşəqqətlər deyəndə nə kimi məşəqqət qəsd olunur? Dünya yoxsa axirət? Hər ikisi. Hər ikisi. Axirətlə bağlı məşəqqətlər olur yoxsa yox? Yəni sən hərdən elə bir əməllər olur ki, məsələn, adam var, mən şahid olmuşam, qardaş deyir, gözümə dayanıb ümrə ziyarətini etmək. Ağırdır, yəni, həcc ibadəti, yaxud Ramazan ayı gəlir. Oruç tutmaq lazımdır, hava istidir, məsələn. O imanın şirinliyini dadan adam, o məşəqqət yoxdur, yüngülləşir ona. Yaxud dünyada olan nə qədər çətinliklər, ağır məşəqqətlər varsa, o imanın şirinliyi onu yüngülləşdirir. Sənin üçün ağır heç nə yoxdur həyatda, dadandan sonra. Deməli, hər kim ki bu dünyada məşəqqətləri görürsə, o imanın şirinliyini dadmayıb. Dada bilmir. Dadsaydı, olmayacaqdı ona. Üçüncü verdiyi fayda. Dünyada nə qədər neymət var? Dünyanın naz neymətləri var axı. O şirinliyi dadan adam onlardan vaz keçib axirət diyarının neymətlərini üstün tutur. Nə başa düşdünüz? Nə başa düşdünüz? Vaz keçir. Nədən? Hədəfi yox. Dünyanın, qardaşım, Allahu Akbar, neymətləri var yoxsa yox? Dünyanın içərisində nə qədər neymətlər var? Çoxdur da. O imanın şirinliyini dadan adam vaz keçir ondan. Sanki o neymətləri istəmir. O neymətləri dadmaq istəmir. O imanın şirinliyini dadan adam ondan vaz keçir axirət diyarını üstün tutduğu üçün. Axirətdə vəd verilib axı. Amma buradakı yox, vaqidir, faktdır yəni. Reallıq hazırdır. Yox, sən imanın şirinliyini dadmısan deyə onun dalınca gedmirsən, onu üstü vaz keçirsən, axirətdə olan neymətləri üstün tutaraq bu dünyada olan neymətlərdən vaz keçirsən, imanın şirinliyini dadan adam. Bu kimi fayda verir. Ona görə siz baxın, sahabələrin, tabinlərin həyatına, baxın onlara. Bu üç şeyi biləndən sonra nə kimi fayda verir? Baxırsan ki, onlar subhanallah, sən demə dadıblar. İtaət, ibadət onlara sevil. Onlar sevirdi ibadəti. Yaşayırdılar ibadətlə. İmam Əhməd bir gecədə 300 rükət namaz qılır, oğlu deyir. Sevir də bunu. Sevir bunu. Hər gün oruç tutur. Bəzən iftar etmədən. Sevir yoxsa yox, sevir bunu. Baxırsan ki, onlar dadıblar ona görə. Həlava yoxdur şirinlik, girib onların qəlbinə. Baxırsan ki, heç biri bu dünyada olan məşəqqətin hayında olmayıb. Çünki imanın şirinliyi dadıb ona görə. Və baxırsan ki, bu dünyada olan neymətlər yoxdur. Nə qədər neymətlər var. Dalınca gedməyiblər. Axirətdə olan neyməti üstün tutublar. Bu dünyada olan neymətlərdən vaz keçərək. Onlar belə yaşayıblar. Tayyib. Qaydaq hədisə. Peyğəmbər sallallahu aleyhi və səlləm bir imanın şirinliyini dadar. Düzdür? Kim? Üç şey. Mən radiyə billahi rabbən. Bir götürək, hə? Kim Allahdan Rəbb olaraq razı qalarsa. Fikir verin, əziz qardaşlar, qapımı bağlayın da. Bir zəhmət olmasa, Allah razı olsun.
Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm hansını dedi? Kim Allah'a iman, Allahın Rəbb olduğuna iman gətirərsə, belə dedi? Hə? İman gətirərsə, yoxsa razı qalarsa? Dayı, razılaşdıq. Hədis düzdür, razı qalarsa. Sual, nədir iman? Gətirməklə razı qalarsa arasında fərq. Nəyi demək istəyir Peyğəmbər sallallahu aleyhi və səlləm? Yox. Yox, ayrı-ayrı şeylərdir. İman hər kəs gətirir, razı qalan hər kəs olur. Yox, burada onu demək istəmir. Onu demək istəmir. Allahın Rəbb olduğuna bütün müsəlmanlar iman gətirir. Bütün müsəlmanlar şirinliyi dadır yoxsa yox? Deməli, iman gətirmək deyil orada. Odursa hamımız gətirmişik iman. Amma bəs mən dadmıram axı şirinliyi. Deməli, razı qalmaq başqadır. Başa düşmədiniz? Demirəm, nədir razı qalmaq, subhanallah. Kim dedi onu? Vüsal idi. Demək istədiyim odur ki, Allah'tan imanı şirinliyi hamı dadır? Yox, amma hamı gətirib iman. Deməli, razı qalmaq biraz üstündür. Və müsəlmanlar imanlarında, əziz qardaşlar, fərqlənirlər, dərəcələnirlər. Dərəcələnirlər. İman artıb azaldığı üçün, iman bir şeydir, yoxsa artıb azalır? Heyvanı soruşmuruq ki, insanı soruşuruq. Mələklərdən stabil deyil. Əhsən. Adətən insan deyəndə müqabili heyvan olur, mələk olmur. Azır. İnsanda iman artır, azalır. Deyəcəm, nadir, dəlil nədində deyəməyəcəksən? Deyəcəksən? Aydındır. İman, əziz qardaşlar, Əhlüsünnə və Cəmaə etiqadına görə kitab sünnə dəlalət edir ki, yezidu və yanqusu. Artır və azalır. Deməli, möminlərin qəlblərində daşıdığı iman bir dərəcədə deyil. Ola bilər sənin imanın güclüdür, filan kəsdə zəifdir, filan kəsdə güclüdür. Yətəfəvatu, fərqlənir. Ola bilər, indi güclüdür, sabah zəifdir. Və adam bunu özündə müşahidə edir. Qabaq imanın güclüydü, indi zəifdir. Bir vaxt güclü olub, bir vaxt zəif olub. Bunu adam şahid olur. Sahabələrin imanı bizim imanımız fərqlidir. Amma hamısında iman var. Əsl olaraq iman var, sonra fərqlənir. Kamilliyə doğru iman fərqlənir. Nə ilə artır? Əməllərlə. Nə ilə azalır? Günahlarla. Dayı. Allah'tan Rəbb olaraq razı qalarsan, kim? Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm demək istəyir ki, imanın şirinliyini dadmaq üçün səndə bu üç şey olmalıdır. Allah'tan Rəbb olaraq razı qalmalısan. İslamdan din olaraq İslamdan razı qalmalısan. Rəsul olaraq Muhammeddən razı qalmalısan ki, zəqa tə'məl iman. Kimdə olarsa, dadar imanın tamını. Allah'tan Rəbb olaraq razı qalmaq nə deməkdir, əziz qardaşlar, diqqətlə qulaq asın. Allah'tan Rəbb olaraq razı qalmaq üçün, daha doğrusu, nə deməkdir, bunu bilmək üçün, sən ilk növbədə Rəbb nədir? Bəli, sözünün mənasını bilməlisən. Sən bilmirsən, Rəbb nədir? Rəbb kimdir? Necə razı qalacaqsan ki ondan? Düzdür, yoxsa yox? Yoxsa düz cümlə deyil bu. Mən bilmirəm, Rəbb kimdir? Rəbb nədir? Necə razı qalım, Rəşad qardaş? Deməli, layiqdir ki, ən birinci bunu öyrənəsən. Yoxsa vallahi mümkün deyil. Mən istəyirəm Allah'tan Rəbb olaraq razı qalım. Necə bilmirəm Rəbb nədir? Rəbb nədir? Rəbb, əziz qardaşlar, Allahın gözəl adlarından biridir. Rəbb, Allahın gözəl adlarından biridir. Allah subhanahu və teala Qur'anda çox yerdə deyib bunu, bu ismi.
İbrahim Peyğəmbər haqqında kim bilir? İz qalə ləhu rabbuhu əslim. Qalə əsləmtu li rabbil aləmin. Rəbbi ona deyəndə ki, təslim ol. Dedi ki, aləmlərin Rəbbinə təslim oldum. Fatihə surəsində necə deyir? Ərəb dilində qardaş. Elhamdülillahi Rabbi el-alemin. Qul əğeyrallahi əbği rabben və huvə rabbu kulli şey. De, Allahdan başqa Rəbb mi axtarım? Bir halda ki, o hər şeyin Rəbbidir. Rəbb. Keçir yoxsa yox? Rabbu səməvati vəl-ardi və mə beynəhumə. Yerlərin və göylərin, onların arasında olanların nəyi? Rəbbi. Rəbb. Quranda çox keçir, əziz qardaşlar. Dayı. Rəbb sözü Rabbun. Rabbun. Ərəb dilinin lüğətinə baxanda görürük ki, bir neçə mənada işlənir. Ərəblər Rəbb sözünü, Rəbb. Ərəb sözü yoxsa yox? Ərəb sözüdür. Lüğətə baxanda baxırıq ki, bir neçə mənası var. Məsələn, mənalarından biri malik, məlik. Nə başa düşdünüz? Bir şeyin Rəbbi, yəni onun məliki, yiyəsi, sahibi. Qardaş, ərəblər belə deyir. Filankəsin Rəbbi, yəni filankəsin maliki, sahibi yəni. Birinci mənası. İkinci mənası Rəbb. Seyyid mənasındadır. Emil ağası deyir. Seyyid, məsələn, filankəsin Rəbbi, yəni onun Seyyidi, yox, seyyidi. Ərəblər Rəbb, seyyid mənasındadır ərəb dilində. Lakin seyyid nədir? Heç kim bilmir seyyid nədir? Allahu Akbar. Ağa nədir bəs? Qardaş deyib, ağa deməkdir. Elhamdülillah, Allah razı olsun qardaş. Ağa nə deməkdir? Əhsən, ağa bir kəsin seyyidi. Bax, seyyidi yəni onların böyüyü, hansı ki işlər qaytarılır ona, qüvvət, qüdrət, etimad olunur ona. Nəsə olanda qaydırsan ona, seyyidə, seyyidimizdir, böyüyümüzdür deyirlər. Bu lüğəti mənadadır. Lüğəti mənada seyyid budur. Məsələn, filan rayonun seyyidi, filan rayonun ağası yəni böyüyü, bütün problemlərin həlli qaydır ona. Ehtiyaclar ona yönəlir. Seyyiddir. Dayı. Falan kesin Rəbbi, yəni onun seyyidi. Demək olar yoxsa yox? Olar. Lüğətdə Rəbb seyyid mənasındadır. Mənasından biri Rəbb, yəni tərbiyə edən. Falan kesin Rəbbidir. Yəni onu tərbiyə edənidir. Rəbb mənası nədir? Murabbi. Murabbi. Murabbi yəni tərbiyə edən. Tərbiyə edən aydındır da, yönəldir, öyrədir, islah edir, yol göstərən, tərbiyə edir, tərbiyəçi. Murabbi. Mənalarından biri də idarə edəndir, sərf edən. Məsələn, filan yerin Rəbbi, filan kəsdir. Yəni, o yeri idarə edən odur. Rəbbi yəni, yox, idarə edir, sərf edir. Sərf edir, idarə edən. Tayyib. Bu 4 məna, 4 dedim yoxsa 5? 4. Məlik, seyyid, murabbi, müdəbbir. İdarə edən. Sual. Kimə deyim? Babək, sənə deyirəm, axı, heç kim cavab verməsin. Rəbb sözünün lüğəti mənası budur. Allah haqqında bu 4 mənadan hansı Allaha verilir? Yəni, deyəndə ki, Allah Rəbdir. 4-ündən hansıdır? 4 mənadan qırağa çıxmır. Lüğətdə. Kim dedi hamısı? Sən dedin? Deyə bilərsən Allaha seyyiddir.
Qorxdun? Fuad. Subhanallah. Bəli, hamısına haqq edir. Sən deyə bilərsən Allah tərbiyədəndir. Nadir deyir hamısı. Kim qarşı çıxır Nadirə? Rədd edə bilər. Heç kim. Hamımız ittifaq eləmişik, məndən başqa. Hamımız ittifaq eləmişik, axı. Kim ittifaq razılaşmırsa, qaldırsın əlini, maraqlıdır mənim üçün. Kim deyir? Sən qaldırın. Qardaş belə qaldırıb əlini. Ürək eləmi? Buna qədər nadirdir, belə deyil. Deməli, Nadir, sən tərəfdə çoxdur adam. Subhanallah. Hansı Allaha verilir bu dördündən? Hamısı, hə? Yox, hansı verilmir axı? Hansı verilir? Denə, bismillah. Problem yoxdur, ilk dəfə olsun da fərqi nədir? Hamımız öyrənirik, söhbət edirik. Deyə bilərsən? Deyə bilməzsən, bəs niyə belə əlif qaldırırsan? Sadəcə razılaşmırsan. Hansına, məsələn? İdarə edən. Dayı, yadda saxlayın. Bu dörd mənanın dördü də Allah haqqında haqdır. Quran dəlalət edir ki, dörd mənanın dördü də Allah haqqında haqdır. Yəni, Allah aləmlərin Rəbbidir. Yəni, aləmlərin malikidir. Düz deyil ki, sahibi deyil aləmin. Birinci hansı idi? Məlik. Birdən aşağı düşək. Sahibi diyorsa yox. Qul mən biyədihi mələkutu kulli şey. De, hər şeyin sahibi kimin əlindədir? Allahın, deməli hər şeyin sahibi, maliki Allahdır. Yoxsa yox. Lillahi mulku səmavati vəl ard. Dayı. Otur diyorsa yox. Haqdır Allah haqqında. İkinci hansıydı? Seyyid. Seyyid. Aləmlərin Rəbbi, aləmlərin seyyidi. Keçərlidir, qardaşım. Allah seyyiddir. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına nümayəndələr gəlir. Nümayəndə. Deyirlər ki, əntə seyyidunə. Sən bizim seyyidimizsən. Bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir onlara? Deyir ki, əs-seyyidu Allah təbarəkə və teala. Seyyid Allahdır. Qutardı söhbət, qardaş. Deməli, Allahın adlarından biri əs-seyyid. İndi bu, Allah haqqında seyyid. Allah bütün yaratdıqlarının böyüyüdür. Yaradılanlar hamısı məxluq, mütləq olaraq möhtacdır Allaha. Seyyid olan Allaha. Bütün hamısının ehtiyacı qalxır. Allaha bütün hamısının ehtiyacını aradan qaldıra bilən qüdrət sahibi olan Allahdır. Seyyid olan Allahdır subhanahu və teala. Sən hansı işi Allaha həvalə edə bilərsən ki, gücü çatmasın? Seyyid neydi? Seyyid? Ehtimad edirsən ona. Gücünə ehtimad edirsən. Və hər şeyin məxluqat ümumilikdə mütləq olaraq möhtacdır Allaha. Seyyid olan Allaha subhanahu və teala. Üçüncü hansıydı? Murabbi. Tərbiyə edən. Şək yoxdur. Aləmləri tərbiyə edən Allahdır subhanahu və teala. Rabbunəl-ləzi a'ta kullə şeyin xalqahu summa hədə. Rəbbin hər şeyə öz xilqətini verdi. Sonra yol göstərdi. Yol göstərən, tərbiyə edən, hər şeyi tərbiyə edən Allahdır subhanahu və teala. Aləmləri tərbiyə edib, aləmlərə yol göstərən, bildirən, öyrədən, alləməl Qur'an, Qur'anı öyrətdi. Ər-Rahman alləməl Qur'an, hər şeyi öyrədib Allah subhanahu və teala. Ana bətnindən uşaq çıxan kimi subhanallah bilir yolunu. Hara gedir? Hardan süd əmmək lazımdır? Əmmək lazımdır. Bilir artıq. Heyvanlar, hətta heyvan, aləmdə, aləmin Rəbbidir. Aləmin murabbisidir Allah.
Aləmin tərbiyə edənidir Allah subhanahu və teala. Ən gözəl tərbiyə də qəlblərin tərbiyə olmasıdır, islahıdır. Allah subhanahu və teala qəlblərin tərbiyəsini, yolunu göstərib bizə yoxsa yox? Ən yaxşı formada, murabbidir Allah subhanahu və teala. Tərbiyə edəndir. Ona görə elhamdülillahi Rabbil aləmin deyəndə aləmlərin Rəbbi, yəni tərbiyə edəni. Allah subhanahu və teala tərbiyə edir. Var hissi tərbiyə, var mənəvi. İkisi də Allaha aiddir subhanallah. Qaldı hansı? İdarə edən. Şək yoxdur ki, bu mənada Allah haqqında haqdır. Aləmləri idarə edən وَمَنْ يُدَبِّرُ الْأَمْرِ Ayən kim bilir? Soruşsan ki, onlardan kimdir idarə edən? وَمَنْ يُدَبِّرُ الْأَمْرِ Əmr, işlər yoxdur. Kim idarə edir? Deyəcəklər, Allah. Allahdır subhanahu və teala. Ləhul xalqu vəl əmr. Yaratmaq və bütün işlər hamısı ona aiddir. Allah göydən hər şeyi idarə edir. Sərf edir. Hər şeyi sərf edən odur Allah subhanahu və teala. Hər şeyi o edir yəni. Hər şeyi o edir. Aleykümselam. Sual. Rəbb biləndən sonra nədir? Allahdan Rəbb olaraq razı qalmaq necə olur? Nədir? Başa düşüldü, yoxsa izah edim? Nə başa düşüldü ki? Kim Allahdan Rəbb olaraq razı qalarsa, yəni Allah subhanahu və teala onun əmrlərindən, qadağalarından, bölgüsündən, təqdirindən, verməyindən, almağından, hamısını o eləyir axı. O dörd mənanın dördü də. Razı qalarsa imanın şirinliyini dadar. Burada, əziz qardaşlar, bir məsələ var. Kim ki Allahın qismətindən, bölgü deyirlər buna, kimə az, kimə çox, bölgüsündən razı qalmayıb, deməli, Rəbb olmasına razı qalmayıb, o imanın şirinliyini dada bilməz. Həsədkar insan, paxıl insan, bölgüyə razıdır yoxsa yox? Yox. Niyə sənə verib, mənə yox. Kaş səndən alıb, mənə verərdi. Kaş səndə olan yox olardı. Halbuki ona Rəbb olan Allah verib. Razı qalmadığı üçün bölgüdən imanın şirinliyini dada bilməz. İmanın şirinliyini dada bilməz. Allahdan Rəbb olaraq razı qalmaq başa düşüldü. Hər şey idarə edən odur. Bu aləmdə nə baş verirsə razı qalmalısan. Onun idarə etməsindən. Diqqətlə qulaq asın. Allahdan Rəbb olaraq razı qalmağa daxildir. Sən onu özüvə məbud götürməyindən razı qalmalısan. Kiminə başa düşdün? Sən Allahdan Rəbb olaraq razısan. Lakin sən ilah olaraq da kimi seçmirsən özüvə ilah? Məbudun kimdir? Allah. Sən Allahı özünə məbud, ilah götürdüyün üçün də razı qalmalısan. Rəbb olaraq razı qalmağa daxildir. Necə? Kim başa sala bilər bunu? Yox. Diqqətlə qulaq asın. Sən Rəbb olaraq Allahdan razısan. Qardaş, Rəbbi bildim. İlah hardan gəldi? Hədisdə ilah deyilmir axı. Hədisdə ilah da deyir. Yoxsa Rəbb deyir. Kim Allahdan ilah olaraq, məbud, ibadət olunan olaraq razı qalarsa, deyil yoxsa yox? Haradadır bəs bu Rəşad qardaş? Bunu haradan çıxartdın? Başa sala bildim surəti? Başa sala bildim axı?
Peyğəmbər aleyhissalatu vesselam Rəbb deyir. Rəşad qardaş, sən ilah deyirsən. Başa sala bildim? Dayıb, kim cavab verə bilər? Mən deyirəm ki, Rəbb olaraq razı qalmağa daxildir, ilah olaraq razı qalmalısan həmçinin. Lakin burada sual çıxa bilər, Rəşad qardaş, sən hədisdə Rəbb deyir, sən ilah da dedin. Rəbb olaraq Allahın razısınsa, ilahın başqasını seçə bilməzsən. Niyə? Rəbbdə razı qalmışsan, ilah başqasını seçirsən. Naqisli olaraq. Biraz da izah elə axı, mən başa düşüm. Sən qeyrisini ilah seçirsən, amma Rəbb Allahdan razı qalırsan. Aha. O düzgün gəlmir axı. Yəni sən razı qaldığını şey eləməlisən də, yəni ilah seçməlisin özünə. Başa sala bildi axı. Başa düşə bildiniz qardaşın izahını diqqət edin. Allah razı olsun axı. Var rububiyyə. O qardaş düz deyir. Daha kamil formada deyəcəm, aydın olacaq. O qardaş surəti verir, odur. Var rububiyyə, var üluhiyyə. Rububiyyə Allahın Rəbb sifəti. Feillərində təkləşdirmək. Üluhiyyə, ubudiyyə, ibadət. İnsan feillərində təkləşdirirsə Allahı, ubudiyyə də muvahhiddir. Üluhiyyə. Diqqət edin. Rububiyyə alimlər deyir. Məsələn, Şeyxülislam İbn Teymiyyə rahimehullah və buna Qur'an sünnə dəlalət edir. Deyir ki, "Er-rububiyyətu təstəlzimu əv yəstəlzimu əl-uluhiyyə." Rububiyyə üluhiyyəni lazım edir. Bir də deyirəm. Rububiyyə üluhiyyəni lazım edir. Lazımdır. Yəni, sən Allahdan Rəbb olaraq razısansa, Xaliq odur, Murabbi odur, hər şeyin sahibi odur, hər şey idarə edən odur, aləmlərin seyyidi odur, başqasına ibadət etməyin ağılsızlıqdır. Qardaş, necə ola bilər ki? Mən deyirəm, Xaliq Allahdır, hər şey idarən odur, ölülərə ibadət edirəm. Necə ola bilər bu? Oturur yoxsa yox? Oturmur vallahi. Ona görə rububiyyəni deyilsənsə, rububiyyə yəstəlzimu üluhiyyə. Lazım edir. Ona görə fikir versəz Qur'anın üslubuna, Qur'anın üslubuna fikir verin. Qur'an nazil olanda Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında olan müşriklər işqələ harda düşmüşdü? Rububiyyə yoxsa üluhiyyə? Problemi hansı tohidin qismində problemə düşmüşdülər? Üluhiyyə. Rububiyyə də problemləri var idi yoxsa yox? Yox. Qur'anın üslubuna baxın. Qur'an rububiyyəni deməklə onlara, sizdə rububiyyə var, niyə üluhiyyəni tərk edirsiniz? Onlara hüccətlə gəldi Allah subhanahu və teala. Onların əqillərini işləsin deyə. Neynədir? Bu cümləyə başa düşə bildiniz? Qur'an onları ilzam etmək üçün nadir. İlzam etmək üçün. Yəni, ey insanlar, rububiyyəni dediyiniz halda, hər şey yaradan Allahdır, idarə edən odur, hansı ağılla gedib başqasını ibadət edirsiniz? Bunu deyir, bunu istəyir. Bunu deyir, bunu istəyir. Qur'anın üslubudur. İnnə iləhəkum ləvahid. Ayə fikir verirsiniz? İnnə iləhəkum ləvahid. Sizin ilahınız birdir. Yox, ləvahid birdir. Sən sanki soruşursan ki, Nadir, ya Rəbb, niyə birdir, niyə iki deyil, niyə sənin yanında, səninlə yanaşı başqasını ibadət etmək olmaz, niyə ya Rəbbi, sanki sual verirsən. Ayənin axırına bax, Rabbus səməvəti vəl-ardi və mə beynəhumə. Ona görə ki, yerlərin və göylərin və arasında olanların Rəbbi odur, ona görə tək ilah odur. Başa sala bildim? Qur'anın üslubunu fikir verdiniz? Fikir vermədiniz. Niyə təksən, ya Rəbbi? Ona görə ki, cavab, yerlərin və göylərin arasında olanların Rəbbidir. Rəbb haqq edir ki, sən ona ibadət edəsən. Deyirəm, yaradan odur, başqasını ibadət edirəm. Hansı əqildir bu? Yaxud fikir verin bu ayəyə. Bu ayəni kimə deyirəm? Bəhruzanı.
Zəlikumullahu rabbukum. La ilahe illa huwa. Xaliqu kulli şey. Fa'buduhu. Diqqət edin. Mənə maraqlıdır çox. Bu ayə o qədər təəccüblü ayədir ki, 2 müqəddimə var, 2 nəticə var ayədə. Əzəmətli ayədir. 2 müqəddimə, 2 nəticə. Fikir verin. Zəlikumullahu rabbukum. O sizin Rəbbiniz Allahdır. Bir müqəddimə. La ilahə illə huva. Ondan başqa ibadətə haqqı çatan yoxdur. Nəticə. Xaliqu kulli şey. Hər şeyin xaliqidir. İkinci müqəddimə. Fə'buduhu. Ona ibadət edin. Nəticə. Neçə müqəddimə, neçə nəticə oldu? 2 müqəddimə, 2 nəticə. Hansıdır müqəddimələr? Hardadır orada? Hə, əhsən. Rububiyyə hansı hissəsi? Hə? Rububiyyədə əhsən. Harasındadır? Rububiyyə, üluhiyyə harasıdır ayənin? Zəlikumullahu rabbukum. O sizin Rəbbiniz Allahdır. Rububiyyə, Rəbbiniz. La ilahə illə huva. Nəticə. Hasil. Bir müqəddimə, bir nəticə hasildir. Xaliquk. Kulli şey. Hər şeyin xaliqi. Hər şeyin xaliqi. Niyə? Ona ibadət elə. Nəticə. 2 müqəddimə, 2 nəticə. Ona görə, əziz qardaşlar, biz baxanda yer üzünə görürük ki, o insanlar ki, Allahdan Rəbb olaraq razıdır, nə qədər demir? Subhanallah. Özünü Rəbbim Allahdır deyir. Amma başqasına ibadət edirsə, o nəinki razı deyil? Ağılsızdır. Düzgün deyil əslində. Keçərli deyil. Ona görə. Dayı. Ona görə, qardaşım, kim deyir müşrikdir? Ölürsünüz müşrik demək üçün. Əl-mühim. Kim Allahdan Rəbb olaraq razı qalarsa, başa düşüldü nə deməkdir? Sən, qardaşım, Rəbb olaraq razısan Allahdan. Eləcə də Allahı özünə məbud götürdüyün üçün, ona ibadət etdiyin üçün, ona təvəkkül etdiyin üçün, ona etimad etdiyin üçün, ona rəca etdiyin üçün, ona ruku, səcdə etdiyin üçün razı qalmalısan Allahdan. Əgər Rəbb olaraq razı qalmaq istəyirsənsə, bu da ona daxildir. Sən sevinməlisən, razı olmalısan ki, sən Allah ibadət edirsən. Sən sevinməlisən, razı olmalısan ki, sənin məbud, ilahın Allahdır, subhanahu və teala. Ona görə İmam İbn Qeym rahiməhullah deyir ki, kim Allahdan Rəbb olaraq razı qalarsa, Allah da qul olaraq ondan razı qalar. Ona görə ən əzəmətli dualardan biri bu duadır. Allahım, mən səndən Rəbb olaraq razıyam, razı qaldım. Sən də məndən qul olaraq razı qal. Bu duanı çox eləmək lazımdır səcdədə. Əgər razısansa Allahdan. Allahümmə inni raditu bikə rabben. Allahümmə inni, əzbərin, raditu bikə rabben. Allahım, mən səndən Rəbb olaraq razı qaldım. Fərda bi əbdən. Sən də məndən qul olaraq razı qal. Səcdədə bu duanı çox etmək lazımdır. Tayyib. Və bil İsləmi dinən. Din olaraq İslamdan razı qalarsa. İkinci. Və bil İsləmi dinən. Qardaşım, sən din olaraq İslamdan, İslam dinindən razı qalmasan, razı imanın şirinliyini tatmayacaqsan. Niyə razı qalmalısan? Din olaraq İslamdan. Nəyə görə? Çünki əziz qardaşlar, bu din kamil dindir ona görə. Ən gözəl din İslam dinidir. Kamildir. Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün sizin dininizi kamil etdim. Və etməmtu aleykum ni'məti. Tamamladım nimətimi. Və raditu ləkumul İslamə dinən. Din olaraq İslamı seçib razı qaldım. Allah deyir. Allah bu dini seçib razı qalıb bu dindən. Sən də bu dindən razı qalmalısan bir qul olaraq. Bu din elə bir dindir ki, qiyamət günü Allahın qarşısına bu dindən başqa dinlə gələn
qurtula bilməyəcək. Nicat tapmayacaq. وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ. Kim başqa dinlə gələrsə, başqa din arxasına düşərsə, ondan qəbul edilməz. وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Və o axirətdə xəsarətə, xüsrana düşənlərdən olar. İnnə dinə indəllahi əl-İslam. Allah yanında din İslam dinidir. Vallahi bütün peyğəmbərlər hamısı İslam dini üçün gəliblər. İslam dinindən gəliblər. Müsəlman olsunlar insanlar, təslim olsunlar Allaha. Hamısının dini İslam olub. Musa peyğəmbər İslam dini ilə gəlib. İsa peyğəmbər İslam dini ilə gəlib. İbrahim peyğəmbər İslam dini ilə gəlib. Bütün peyğəmbərlər İslam dini ilə gəlib. Hamısı. Allah nə deyir? Mə kənə İbrahimu Yahudiyyən və lə nəsraniyyən. İbrahim Yahudi, nəsrani deyildi. Və lakin kənə hənifən, muslimən, hənif idi, müsəlman idi. Və mə kənə minəl müşrikin. Müşriklərdən değildi. Peyğəmbər aleyhissalatu vesselam buyurur, El-enbiyâ'u ixvetun li'allâtin. Peyğəmbərlər ata bir, ana ayrı övladdılar. Ummuhatuhum şəttə və dinuhum vahid. Anaları ayrıdır, dinləri birdir. Bir din üzərində, hamısı İslam dinindən göndəriliblər, gəliblər. Ona görə sən bu dindən razı qalmalısan. Dindən razı qalmaq nə deməkdir? Bütün dinin əhkamları ki yoxdur, Allah subhanahu və teala bizə təşri edib. Əhkamlar, əməllər. Sən ondan razı qalmalısan. İkrah etməməlisən. Xoşlamıram deməməlisən. Mənə xoş deyil deməməlisən. Kaş ki bu olmazdı deməməlisən. Razısan Allah, İslamdan din olaraq. Bütün əhkamlarına, bütün orada olan İslam dinində nə qədər məsələlər varsa hamısından razısan. Nə badə deyəsən ki, kaş ki Allah belə yox, belə təşri edərdi. Deməli, sən razı deyilsən. Kaş ki Allah Teala bizi ad saxlamazdı Ramazanda. Kaş ki orucluq məğribə yox, əsrə kimi olardı iftar vaxtı. Misal üçün, kaş ki namaz, kaş ki zəkat az olardı. Hər bir halda bütün dinin əhkamlarına hamısına razı qalmalısan. Əksi, buğz, nifrət, ikrah olmamalıdır. Hətta sən imanın şirinliyini dadasan deyə. Üçüncüsü, və bi Muhammedin Rasulən. Sən Muhammeddən sallallahu aleyhi və səlləm Rəsul olaraq, elçi olaraq göndərilməsinə razı qalmalısan. İnsan necə razı qala bilər? Bütün gətirdiklərinə boyun əyməklə. Razıyam, düzdür, sevirəm, təslim olmuşam, iman gətirmişəm və hamısına razıyam. Hamısına boyun əyməklə. Rəsuldan razı qalmaq deyəndə, əziz qardaşlar, Rəsul Muhammed sallallahu aleyhi və səlləm Rəsul olmasından razı qalmalısan. Sən onun yolundan başqa yol özünə seçməməlisən. Mənası budur. Qardaş, və bi Muhammedin Rasulən. Rəsul olaraq Muhammeddən razıyam. Yox. Sən bunu deməklə Raditu billahi Rabbənə və bil-İsləmi dinən və bi Muhammedin Rasulən. Əgər Rəsulun yolundan çıxıb başqa kimsənin yolunun ardınca qoyduğu yolla gedirsənsə, sən razı deyilsən Rəsuldan. Vallahi, o razı ola bilməz Rəsuldan. Rəsuldan razı olmağın üçün sən yalnız onu nəyinə razısan? Yalnız ona tabi oluram. Əgər ona tabi olmayıb başqa yolların ardınca gedirsənsə, başqa adamın yolunu axtarırsansa, fəlsəfə axtarırsansa, nə bilim, hər hansı bir alimin, şeyxin, hocanın yolunla gedirsənsə, məzhəbin, onun yolu yox, onun yolu, sən artıq Peyğəmbərdən razı ola bilməzsən, yəni. Tək Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında soruşulacaqsan. Nə cavab verdiniz? Başqa insanlar haqqında soruşulmayacaqsan. Ona görə sən razı qalmalısan Muhammed sallallahu aleyhi və səlləmlə. Bu, əziz qardaşlar, hədis
barəsində idi. Mən belə hesab edirəm ki, hədisin mənasını az da olsa müxtəsər şəkildə verə bildim sizə. Nə demək istəyir Allahın Rəsulu? Nə deməkdir Allahdan razı qalmaq, imanın şirinliyi, dindən razı qalmaq, Rəsuldan razı qalmaq? Az da olsa müxtəsər, qısa şəkildə götürə bildik. Allahdan istəyirəm ki, dinləyənlər və baxanlar üçün faydalı etsin. Və sallallahu və səlləm və barak alə abdihi və rasulihi Muhammed.